Onlar ki, özlərini Allaha baha qiymətə sata biliblər. Onun hamısının səbəbi var. Heç kəsə Allah havayı müftə nəsə verməyib. Hər şeyin səbəbi var bu aləmdə. Hər bir hadisənin səbəbi var. Səbəbi, hikmətini tapmaq lazımdır. O alimlərdən biri deyir ki, mən Məkkəyə getmişdim. Bir nəfər yaxınlaşdı mənə, bir yerdə biz yol getdik. Ondan bir müddət yol getdik. Gördüm, bu adam çox qəribə sözlər danışır. Deyir, mən ayrılandan sonra başa düşdüm ki, bu imam imiş. Mənlə yol yoldaşlıq elədi. Deyir, biz yolda gedirdik. Yerdən bir daşı götürdü, verdi mənə, dedi ki, bu daşı ye. Deyir, mən güldüm, dedim, mənim dişim batar daşa. Deyir, mənə dedi ki, mən deyirəm ye. Allahın vəlisi iradə eləsə bu aləmdə hər şey baş verir. Deyir, ondan sonra gəldi, mənə dedi ki, kulli şeyin bir səbəb. Mənə dedi ki, hər şeyin səbəbi var bu aləmdə ya, biləsən. Gün ərzində neçə dənə hadisə başımıza gəlir, hamısının səbəbi var, hamısının. Başımıza gəlməyənlərin də səbəbi var. Mənə dedi ki, hətta sən mənlə danışırsan, onun da səbəbi var. O da səbəbsiz deyil. Ondan sonra məndən ayrıldı, başa düşdüm ki, mən imamla yoldaşlıq eləmişəm. Çox fikirləşdim ki, bu tez-tez mənə deyirdi ki, hər şeyin səbəbi var bu aləmdə. Mənlə yoldaşlıq edirsən, onun da səbəbi var. Mən fikirləşdim, yaxşı, bu hardan mənə nəsib oldu? Mən hardan bu məqama çatdım ki, o mənlə gəldi, yol getdi, söhbət elədi. Deyir, axtardım, tapdım axır ki, gördüm, mən pulumdan keçmişəm bir dəfə. O pulumdan keçmək məni imam zamana çatdırır. Səbəb olub, mən gedim imama çatdım. Bir qardaşımla bir yerdə biz Məkkəyə gedirdik. Mən neçə dəfə getmişdim, onun birinci səfəri idi. Birinci dəfə gedirdi. Deyir, mən pulum var idi, nə qədər pulum var idi, hamısını bağışladım ona. Dedim ki, daha indi sən səfərə gedirsən, qoy üstündə pulun olsun, rahat get, rahat ziyarət elə. Sənin birinci səfərindir, birdən pulun az olar. O öz pulumun da hamısını qoydum onun cibinə. Dedim, bu hamısı olsun sənin pulun, get. Deyir, axtardım, başa düşdüm ki, mənim o puldan keçməyim, o səbəb oldu ki, mən imama gedib çatmışam. İmam deyir, hər şeyin səbəbi var. O səbəb oldu ki, mən imama yaxınlaşdım. Mən ki, imamın görüşünə çatmışam, səbəbi budur, pulumdan keçmişəm. Gərək özündən keçə biləsən, malından keçə biləsən ki, səni yuxarı mərtəbələr aparsınlar. Öz nəfsani arzularımızdan keçə bilək, xəyallarımızdan keçə bilək, istəklərimizdən keçə bilək. Din sözdən ibarət deyil ki, din danışıqdan ibarət deyil ki, din əməldir. Əməl eləməyəcəksənsə, heç nə baş verməyəcək. Əməl eləməyəcəksən, Allaha tərəf getməyəcəksən. Əməl eləməyəcəksən, mənəviyyat islah olmayacaq. Batinlərimiz təmizlənməyəcək, yaxşı ola bilməyəcək, səbəb olmayacaq. Din əməldən ibarətdir. Gərək səbəb yaradasan, əməl eləyəsən, o əməl səbəb olsun ki, səni islah eləsinlər. Sənə mənəviyyat versinlər, səni imamla görüşdürsünlər, hər nə istəsən, Allaha yaxınlaşma. Gərək keçəsən, özündən keçəsən, malından keçəsən.